Hörmətli izləyicilər, videonu izləyib şərh yazmağı və kanalımıza abunə olmağı unutmayın. Əvvəlcədən təşəkkürümüzü bildirin. Şair deyir ki, Novruzgülü açır ilk əvvəl çiçək. Bənövşə, Nərgiz və gül ondan sonra. Al-əlvan geyinir talalar donu, dəyişir fəsildə il ondan sonra. Göllər gözəlləşir, sona gözləyir. Kəhliklər daşlardan xına gözləyir. Quzular mələşir, ana gözləyir. Açılır bülbüldə dil ondan sonra. Aylar illər ötür, dəyişir yaş da. Yorğun xəyallardır dolanır başda. Mehriban olanda qohum qardaş da. Bərəkallah deyir el ondan sonra. Ey dəvə yol, düşdüm daha belindən. Ofsar zığır, çıxdın sən də əlimdən. Balam çiçək, əyil öpüm telindən. Salamat qal, salamat qal, salamat. Duz axtaran körpə cüyür balası, ağ daşlarda kövrək izlər salası. Qayaların su saxlayan çalası. Salamat qal, salamat qal, salamat. İldırımlar şimşəklərin pələngi, paslanacaq mənsiz şimşək üzəngim. Ya qismət, aşar aləm, acəngim. Salamat qal, salamat qal, salamat. Bulaq gördüm, uşaq kimi ərköyün. Məni gəzər, məndən qaçan ürkəyim. Salamat qal bu dağlarda ürəyim. Salamat qal, salamat qal, salamat. Ha yoldaşlar, günün sonunda gəldik çıxdıq Cəbrayılın gəzməli görməli yerlərindən biri olan Xubiyarı kəndinə. Bu da Xubiyarı kəndinin mənzərəsidir. Düzü yuxarı Xələfli dağ silsiləsi, Xələf dağı görünür aralıda. Ondan sonra bu tərəfdə bu ağacın arxasında Şişdəmir silsiləsidir, 7 dərə deyirdik. Bir sözlə gözəl bir mənzərədir. Düzdür, ürək bulandıran faktlar da var. Xarabazarlığa çevirib mənfur düşmən buraları. Sanki heç insan məskəni olmayıb. Dahası yenə də dağlara baxırsan, təbiətə baxırsan, adama gəl-gəl deyir, insanı səsləyir. Sanki təbiət bizim üçün darıxıb. Dağlar mənə gəl-gəl desə ürəkdən, gəlib elə bu yerlərdə qalardım. Təbiətlə sevincimi, qəmimi bölüb elə bu yerlərdə qalardım. Əzizlərdim çiçəklərin xətrini, nəfəsimdə saxlayardım ətrini. Ömrün, günün qiymətini, qədrini bilib elə bu yerlərdə qalardım. Nə gözəlmiş bu yerlərin lalası. Mən geçsəm də könlüm burada qalası. Sevsə məni bir zalimin balası, ölüb elə bu yerlərdə qalardım. Ölüb elə bu yerlərdə qalardım. Bu yerlərə, bu yurtlara, dədə-baba doğma torpaqlarımıza qayıtmaq arzusu ilə bugünkü səyahətimizin yekununa gəlib çatdıq. Hər birinizə can sağlığı arzulayıram. Dədə-baba yurdumuzda, doğma torpaqlarımızda, doğma Cəbrayılımızda görüşmək arzusu ilə bugün sizləri ötən günlərə mən qaytardım. Anar Əhmədov. Çəkilişdə göstərdiyi təşkilati dəstəyə görə Milli Qəhrəman Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin təsisçisi Əbülfət Şahmarova, təsisçinin müavini Sədrəddin Əliyevə təşəkkürümüzü bildiririk. Montaj Rəşad Xaliqov, səsləndirdi Anar Əhmədov.